3, 4, 5. Sual eksene Fatma başlayır. İkinci sual sənə gələcək. Brilliant xanım Dadaşovanın sənəti yoxsa Xumar Qərimovanın nasıl? Sənətkar haqqında danışmaq biraz çox çətindir. Bunlar çox böyük sənətkardır. Xumarın da ki, təbii ki, Xumar Nazlı xanımdır. Yəni bunu hamı belə qəbul edir. Amma brilliant. Manaf Ağayevin hörməti, Pünxan Piriyevin emosiyası. Manaf Ağayevin hörməti. Okay. Elnarə Abdullayevanın sənəti yoxsa Mətanət Əsədovanın muğamı? Elnarə Abdullayevanın da çox böyük sənəti var. Amma Mətanət də yəni ərəsin bir sənətkardır. O ayrı var. Mətanət Əsədovanın. Dağlar biz. Bunu demək lazım. Bəli. Tərənə Qumralın dueti yoxsa Musanın tək təbrizi? Musanın tək təbrizi. Anladınız? Nazənin xanımın dostlar gəlib unutmayın, yoxsa Könül Kərimovanın bir aləmdir. Bir alem var, bir alem. Aygün Kazımovanın ışığı, Rüyanın parıltısı. Axşam, açlığı tutdu ağlamaq. Mən düşünmürəm ki, parıltı da işıqdan doğur da elə. Yəni, işıq olmasa parıltı hardan var? Mən düşünürəm ki, Agü xanım böyükdür və onun işığı hamıya saça bilər. Nazilənin şeirləri, Fatimənin rəqsi. Səni qanı qədərlə sənə bu nə suallar? Rəqs başqa bir şeydir. Şeir başqa Amma bir sənin şeydir. beynindədir, yəni sən hansıma ne edirsən? Fatimə ilə dostumuzdur, amma şey fəlsəfə. Sən şeiriyyat sevdiyin üçün. Ki, Nazilə. Deməli Nazilə. Nazilə xanım, Zülfiyə xanım yoxsa Cıqatel xanım? Oh! Hardan? Zülfiyə xanımın sazı yoxsa Cıqatel xanımın şeiri? Cıqatel xanım dostumuzdur, sevirəm, amma Zülfiyə xanım sazı sinəsinə alıb bütün dünyanı gəzdi. Dünya. Ölkəmizi tanıdıq sazı ilə, qadın aşıq olaraq çoxlu sayda dünya ölkələrini gəzib və Azərbaycanı təbliğ edib. Uğuru çox. Sonunda ikimizə də bir sual verəcəm. Nəzakət Məmmədovanın leylisi yoxsa Rübabə Muradovanın leylisi? Nəzakət məmnun olalım. Rəhmət edin. Hə, Allah'ım. Rübabə Muradova leylisi. Səsində çox yanığı var. Yox, Rübabənin sənəti onun haqqında mənim üçün Nazilə üçün də danışmaq çox böyük. Amma şeydir. ikisi də. Amma Əlbəttə, reallıqda, Rübabə. mən səsdəki yanığıya Həm yanğıya, həm də ki sənətə də ay bacı. Rübabə balaca. Ve bir de ben sual vermek istedim. Sıvı boy girsin için kimde? Bu kimdir çıxır utanma? Bu harada? O, Pensioner Şahin. Ya mən bir söz deyim. Suli yaxşı dostdur. Suli etibarlı insandır. Suli dostdur, həqiqi dostdur və ailənin içinə buraxılacaq yeganə bir insandır. Hadi mənim bacım. Mənim üçün isə Suli real həyatda olan insandır. Artistizm sıfırdadır. Həqiqət. Həyatın özündədir. Suli orijinaldır. Nədir bu? Boy sınağına qurban.